Silah yaranandan ta indiyə qədər konkret bir mübahisə gedib. Silah müdafiəni deşə bilər, yoxsa müdafiə silahın gülləsinə qarşı dözə bilər. Uzun illər ki mübahisə davam edir və hər dəfə də müxtəlif materiallar çıxardılar silahların qarşısına. Bir də görürsən ki, hansı mərmi və yaxud da güllə həmin o müdafiə sistemini deşir və yaxud müdafiə sistemi dözür. Və biz də belə qərara gəldik ki, bu dəfə bəlkə də Azərbaycanda ilk dəfədir televiziya tarixində belə bir eksperiment keçirdək. Güllə nəyi deşə bilər? Nəyi deyəndə biz bu dəfə ilk dəfə olaraq çox maraqlı bir materialdan istifadə edəcəyik. Zirehli şüşədən. İstər kinolarda, istər hansısa bir sənədli filmlərdə və yaxud müxtəlif yerlərdə bu zirehli şüşənin nə olduğunu görmüşük. Amma nə boyda olduğunu çox az adam görüb, qalınlığını göstərirəm. Təsəvvür edin, bu qalınlıqda bir şüşədir. Kimyəvi tərkibi, hazırlama qaydası tamamilə başqa cürədir. Və mənə çox maraqlıdır ki, beləncədə bir şüşəni hansı silah deşə bilər? İstifadə üçün biz bu dəfə müxtəlif silahlardan istifadə edirik. Söhbət avtomatdan, əl pulemyotundan, snayper tüfəngindən və çox ağır bir kişidən söhbət gedir. 12,7 mm-lik MSVT pulemyotundan gedir. Onların hər biri ilə bu şüşənin davamlılığını yoxlama niyyətimiz var. Mən haradasa məsafəni dəqiqləşdirəcək. 50, 100, 150, 200-nə qədər hansı məsafəni atacaqsan onu göstərəcək. Və həqiqətən çox maraqlıdır. Görürsən, belə bir şüşəni bilirik də, şüşə adətən sınır. Amma bir şeyi göstərim. Bax, bu şüşədir. Sınmadı. Amma adi bir şüşəni beləncə yerə atsaydım mən, o dərhal sına bilərdi. Və ona görə indi onu müəyyən bir məsafədə qoyacaq, silahlardan başlayacaq yoxlamağa görə həqiqətən mi güllə belə bir şüşəni deşə bilər? Kino düz deyir, yalan deyir, real həyatda nə baş verə bilər? Bütün bunların hamısını göstərirəm. Bax, şüşəni lap belə dağıtıram. Adi şüşəni belə atsaydım, çilik-çilik olmuşdu. Sınmadı. Üstündən çıxıram. 85 kilo. Amma şüşədir, sınmır. Başlayırıq yoxlamağa. İlk olaraq avtomatdan yoxlayacağıq. AK-dan 7.62-dən. Görək həqiqətən də şüşə ona dözə bilər, ya yox. Mən aparam bunu yerində quraşdırmağa. Bu şüşədən məndə 2 dənədir və bir hiləgər variantı əl atdım. Mən biri sağlamdı, heç nə oluydu. İkincisini çatlatdım. Niyə? Mənə çox maraqlıdır. Sağlam şüşə atəşə necə dözə bilər? Və artıq ilk qatında çatlar olan şüşə, deməli artıq ilk zərbəni qəbul eləmiş şüşə, ikinci, üçüncü, dördüncü atəşə necə dözə bilər? Ümumiyyətlə dözə bilərmi çat olan şüşə və çat olmayan şüşə necə dözə bilər? Ona görə bunların hər ikisi nümayəndə ilə yoxlayacaq. Ən birinci bizim yoxlayacağımız silah 7.62 Kalaşnikov avtomatıdır. Bax, silahlar hamısı buradadır. NSV pulemyotu, SVD, RPK, 7.62 avtomat. İndi başlayırıq həmin hədəflərə atəş açmağa. Bu 7.62. Gedirik, baxırıq, görək hədəfdə vəziyyəti neredədir. Ondan sonra növbəti silahlarla yoxlayarıq. Çox maraqlıdır. 7.62 AK. Şüşələri necə deşə bilir, deşə bilmir. Hoppa! Hoppa! Hər ikisi 7.62 AK gülləsi deyil. Deşməyib. Amma düz dağıdıb dağıtmağına bax. Qəşəng dağıdıb. Amma 7.62 qəlpələri var keçilir deyir o şüşənin. Çox güclü zərbə, aydın məsələdir. Burada gördüyünüz kimi deşilmir. Bax, 100 metr məsafədən 7.62 bu şüşəni deşə bilmədi. SVD. Bu dəfə, SVD-dən yoxlayacaq hepsi. SVD ilə vəziyyət mənə çox maraqlıdır. SVD ikinci atəş. Hoppa! Bunu əməlli başlı görürəm. Bax,
Bu SVD'nin dəydiyi yer deşib, ağıllı başlı deşib. Bax. Deşib keçib gül kimi. Burada. Ama burada da. Ağıllı başlı deşib, amma burada keçə bilməyib. Şüşəni şişirdib, içəridə rikoşet verib və rikoşetdən sola keçib gedib güllə. Hara gedib Allah bilir. Harası o tərəflərə düşüb. Bu 762 avtomatın yeridir. SVD 762 100 metre məsafədən zirehli şüşəni deşir. Amma bir məqamı nəzərə alaq ki, bu şüşəni artıq 762 AKM zədələmişdi. Çatdaqları var idi. Bununla belə SVD silahdır, deşdi. Çox məlumat nəticələri əldə etməyə başlamışıq. Gözləmədiyimiz hadisələr baş verir. Bu dəfə RPK əl pulemyotundan yoxlayacaq görək vəziyyət nə yerdə. RPK-ya qarşı zirehli şüşə nə dərəcədə dözür. Ayaqlarını açmayacağım, hələ belə dədə baba qaydası ilə. Dəydi. RPK 545. Bu dəfə həmin silahdan şüşə dözüb, dözməyib. Şüşənin artıq son nəfəsləri deyə bu zirehli şüşənin. Yazıq da, nə günah qalıb. Of, axtaraq. Deməli bu 760-ın yeridir, bu SVD-nin yeridir, bu 762 SVD-nin yeridir. Amma 545 düz tünindən. O fikrin düz tünindən deyib və deşməyinə deşib. Amma düz tünindən hədəfi nə günə qoyub alamıdır. Ölçü başlığı deşidir. Amma problem nədədir? Şurasındadır ki, düz tinindən dəydiyinə görə, düz buradan deyir. Şüşənin ən zəif yeridir. Ona görə deşə bilir. Və ən sonuncu yoxlama. MSV 12,7 mm'lik pulemyotdan ateş açacaq. Bu dəfə nə baş verəcək? Şüşə nə olur olsun, zirehli şüşə ümumiyyətlə bu pulemyotun, bu patronlarla dözə bilər ya yox. Ayrı məsələ deyə deşəcək, başqa variant var, amma necə deşəcək, nə günə qoyacaq, onu dəqiqləşdirmək herhalde lazım. Oy. Şimdi görün hədəfdən başı verin dəfə. Gerek yok. Abo, budur. Bak belə bir şey. Yəni bu, həmin o zirehli şüşənin arxasında olan o şəxsdir ki, bu günə düşür. Bu boyda onda bir deşik açılır bədənində və həmin adam artıq yoxdur. Bu budur. Və iki dənə deyib şüşəyə. Biri bax buradadır. 12,7 mm'lik güllərin dəydiyi nöqtədir, bax bura. İkincisi də bax buradır. Tərtəmiz, ideal bir dənə deşik açıb 12,7 mm'lik güllələr. NSVT-dən atırdıq. Hər iki halda gülləni çox qəşəng, rahat, gözəl, canım sənə desin, pakizə, əla formada deşib və bir daha göstərib ki, şüşənin arxasında hansısa bir şəxs olsa, həmin şəxsin bədənində, başında, fərqli sahasında o boyda deşik açılır. 12,7 zirehli şüşəni deşmir, dağıdır, məhv edir. Burada da 12,7 mm'lik pulemyotun güllələri şüşəni deşmir, şüşəni sındırıb, fikir verir. Bir hədəf deyir buradan, ikincisi bir ateşin hesabına bir güllə şüşəni darmadağın edib, sındırıb, ağıllı başlı görünə boyda deşik açıb, dağıdıb ona. Və şüşə aydın məsələdir ki, 12,7 mm'lik gülləyə qəti tab gətirə bilməz. Və bu azmış kimi yenə də həmin şüşənin arxasında yerləşən həmin o şərti olaraq adam ki var idi. Fikir verirsə, hansı hissəsindən iki dənə necə gözəl deşik açıb. Bu o deməkdir ki,
həmin adam da artıq yaşamayacaq. Ha belə yoxladıq və bəlli oldu ki, zirehli şüşəyə hansı tipli silahlara, hansı tipli patronlara qarşı dözümü var, hansına qarşı yoxdur. Amma hər halda 5.45-ə qarşı dözdü, 7.62 avtomata qarşı dözdü, SVD 7.62-yə qarşı dözmədi və təbii ki, iri kalibrli pulemyota qarşı dözmədi. Bu bizim ilk sınağımız belə başlayacaq. Növbəti dəfə nəyi yoxlayacaq, heç də deyə bilmərəm, amma 100% nəsə maraqlı bir şey yoxlayacaq.